Hər kəsə salam. Mən Finalə Qurbanova. Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsiyəm. Marneol rayonu Misxalaşvili küçəsində 9 gün əvvəl faciə baş verdi. 39 yaşlı inşaat işçisi 12-ci mərtəbədən yıxılaraq dünyasını dəyişdi. Qeyri-rəsmi mənbələrin məlumatlarına görə şəxs binanın tam dibinə deyil, binadan 5-6 metr aralığa düşüb. Həmçinin faciə baş verən an 12-ci mərtəbədə sözü gedən şəxsdən əlavə 3 nəfərin də olduğu iddia edilir. Hadisədən 9 gün keçməsinə baxmayaraq, şəxsin ölümünə nəyin səbəb olduğu sualı cavabsız qalır. Bu ləngimə şəxsin ailəsinin narahatlığını daha da artırır. Onlar tezliklə ölümünün səbəbinin müəyyən edilməsini, hadisənin bütün təfərrüatlarının açılmasını və əgər varsa məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb edirlər. Müvafiq dövlət orqanlarına istintaqı sürətləndirməyə və həm ailənin, həm də ictimaiyyətin suallarını tezliklə cavablandırmağa çağırırıq.